Allah Teala Qur'an-ı Kərimdə bu ailədən danışır. Qur'an-ı Kərimdə bir dənə ayə var. Allah Teala buyurur: "Mərəcəl bəhreyni yəltəqiyan." Bilirsiniz bu ayəni deyir. İki dənə çay var, iki dəniz var. Bir-birinin yanındadır, amma bir-birinə qovuşmur. Fasilə var arasında. Onun suyu bu tərəfə keçmir, bunun suyu bu tərəfə keçmir. Yəxrucu minhuma, o iki dənizdən çıxır əl-lu'lu vəl-mərcan. İnci və mirvarı çıxır oradan. Ayənin batini nədir? Ayənin batini budur ki, deyir, iki dənə dəniz dayanıb, heç biri həddini aşmır. İmam Sadiq əleyhissalam belə izah elədi bu ayəni. Dedi, bu ayənin batini mənası budur ki, o iki dənizdən məqsəd biri Əli idi, biri xanım Zəhradır. Onlar heç biri digərsinə qarşı həddlərini aşmırlar. O ki, dedi, onlardan deyir, mərcan çıxar, inci çıxar. O mərcanla incidən məqsəd Həsən və Hüseyn əleyhissalamdır. Bu batini mənasıdır.